Bax, bura bizim həyətdir. Baxın, bax, bura bizim həyətdir. Girmək olmur, bax daha. Su qalxıqdır. Bir parçalı olsun. Parçalı da verib yük qola. Girmək olmur həyətə. Bax, bərbaqsız günümüz budur. Həyət baza gündədir. Bax, budur, vəziyyətimiz budur. Bunda da ikinci dəfə su basır belə bu həyətdə. Girmək olmur, çıxmaq olmur. 30 ildir burada yaşayırıq, belə şey olmamışdı. O Qocasən gölünün suyudur. Oradan açıb buraxıblar bura. Kanal açıblar Abşeron stansiyasından o yana. Sudur. Bax, bütün məhəllələr hamısı belədir, suyun içində. Hamısı suyun içindədir. Evlər suyun içində. Körpə var, uşaq var. Hara geçsin camaat, hardan geçsin? Burada da bu bir məhəllədir. Maşınlar da suyun içində. Girmək olmur. Gelirsən, baxdırsan da imkan yoxdur girmək. Burada girmək olmur. Biraz da geçsə evlər təmiz uçacaqdır. Bərbad gündür. Bu bir aşağı məhəllədir. Burada da girmək olmur. Bax, suyun daha, su verir evlərimizdə. Uşaq, arvad, uşaq, hamısı qalıb evin içində çıxmaq olmur. Bərbad gündədir bura. Bir baxan yoxdur. Ara dərdimizi. Evlər belə geçindən tutacaqdır. Baxan yoxdur bizə. Baxın, o deyə daha sap o boy verirmişim. Daha bir geçsin ucudur. Uşaq, hamısı qalıb içəridə. Ay uşaqlar! Həyət belə. Bütün ev, eşik, həyət, hamısı var belə. Evin baxan yoxdur. Heç kimdə var. Ermənilik deyil, gedin kimə deyirsizlik. Kimə deyək dərdimiz? Bizim qaldığımız yer bir dənə buradır, başqa bir yerimiz yoxdur ki, gedək orada qalaq. Körpə var, uşaq var, xəstəsi var, yaşlısı var. Nə çölə çıxmaq olmur, nə bir şey.